Biz hal-hazırda Ağdərə rayonu ərazisindəyik. Qısa video çəkmək istəyirəm. Amma əvvəlcədən sizdən xahiş edirəm ki, mümkünsə bu videonu paylaşasınız ki, videoda olan istəyimizə biz çata bilək. Xüsusilə Gəncə və Gəncəbasar bölgəsində olan vətəndaşlardan xahişim odur ki, bu video baxandan sonra bizə dəstək olsunlar. Hadisə belə baş verib. 4 iyul 1992-ci ildə Gəncə, Mingəçevir, Tərtər, Goranboy, Bərdə batalyonları, Ağdam batalyonu ilə birlikdə Ağdərənin azad olunması üçün böyük hücum planı hazırlamışdılar. Həmin gün Gəncə Xalça kombinatından 2 qadın, birinin adı Sevinç, digərinin adı Sevil, Gəncədən öz əl əməkləri ilə, öz zəhmətləri ilə qazandığı puldan vəsait toparlayıb Qaz 53 avtobusla böyük bir ərzaq yardımı Tərtərə gətirmişdilər ki, paylasınlar. Komandanlığın göstərişi ilə biz o ərzaqı Ağdərəyə aparası olduq. Amma qızların tələbi bundan ibarət idi ki, ərzaq ilk növbədə ön cəbhədə paylanılsın. Onların təkidi bundan ibarətdir. Sözün doğrusu, avtobusun şoförü qoca bir kişi idi, 2 qadın və mən, yəni komandanlığın göstərişi ilə məni bu işə qoşdular. Bu səfərə getməyə biraz tərəddüd elədim. Çünki ən azından kəskin döyüşlər gedirdi o ərazidə və ön cəbhədə aparıb bu ərzaq yardımını əsgərlərimizə paylamaq təbiidir ki, çətinlik törədirdi. Biz yola çıxdıq, həmin günüsü ümumi kolonla birlikdə təxminən saat 10-11 radələrində artıq Ağdərənin girəcəyində Arevzör, Quru Dərə deyilən yerdə kolona çatdıq. Kolonla birlikdə Ağdərə şəhərinə daxil olduq. Yardımı çox çətinliklə payladıq. Yardımı payladıq, əskərlərimizə o ərzaq yardımını şəhərin girəcəyində atışma gedirdi. Umutlu kəndindən polis şöbəsində işləyən Axundov Tağı Rəfioğlu mənə yaxınlaşdı. Silahımın olub-olmadığını soruşdu. Mən ona cavab verdim ki, yox, silahım yoxdur. O öz tabel silahını və bir avtomat, bir sink patron, 5-6 dənə də F1 qumbara tapıb gətirib mənə verdi ki, qaydanda ehtiyatlı olun. Ermənilər yolu 3 nömrəli savxoz istiqamətindən kəsiblər. Aldığımız məlumat belədir ki, onlar Ağdərədə döyüşən batalyonları katlavana salmaq istəyirlər. Doğrudan da biz qaydanda o baskının şahidi olduq. Artıq Qazeldə bizim bir neçə əskərimizi öldürmüşdülər. Qazel maşın yolun düz ortasında qalmışdı. Artilleriya vasitələri ilə də həmin yolu döyürdülər. Biz çətinliklə də olsa mühasirədən çıxdıq. Amma bu videonu çəkməkdə mənim məqsədim o 2 qadının şücaətindən danışmaqdır. Hal-hazırda o qadınların 70-80 yaşı olar, əgər sağdırlarsa. Mənim xahişim ondan ibarətdir ki, Gəncə Xalça kombinatının 92-ci ildə işçiləri olan bu qadınlar əgər sağdırlarsa, hak etdikləri Ağdərənin artıq azadlığına qovuşub Ağdərə, ayın 20-sindən sonra, may ayının 20-sindən sonra portalla Ağdərəyə gəzmək olar, getmək olar. Ona görə də onları dəvət edirəm. Bax, bu yolla biz Ağdərəyə gedək. O 92-ci ildə olan acı xatirələrimizi böyük şirinliklə xatırlayaq. Diqqətiniz üçün minnətdaram. Sevil və Sevinç adlı həmin xanımları mən gözləyirəm. Onlar gəlsinlər, əgər sağdılarsa. O vaxtı döyüşə getdiyimiz yolu bir daha dinç şəraitdə gedək. Bax, görürsünüz, bu Ağdərə yoludur. Uçsuz, bucaqsız Ağdərə yolu. Yeni işlənir, yenidən qurulur. Gəlin, hak etmişsiniz. Sizin də bu qələbədə kiçik də olsa payınız var. Ağdərəyə bir daha sizin azad etdiyiniz
bizimle azad ettiğiniz torpaqların görüşüne gelmək istəyirsinizsə mən sizi dəvət edirəm.